Hazırsınızsa başlayaq şahidlər. Deməli, Səfəvilər mövzusuna aid demişdim, Səfəvilər axıra qədər oxuyarıq, Nadir Şah daxil olmaqla. Səfəvilərə aid bir sınavımıza, izahına baxaq. Birinci sualımız, Səfəvi dövründə 18-ci əsrin 20-ci illərində baş verən hadisələrə aid deyil. Necə? Eləmişəm, başlamışam. Səfəvi dövlətində 18-ci əsrin 20-ci illərində baş verən hadisələr. Ekranda görünmür və qeyd edirəm bura. Başlamışam. 20-ci illərə aid olmayanlardan sonra Rusiya Azərbaycan uğrunda ilk dəfə rəqabətə qoşulması bu 20-ci illərə aiddir. 1-ci Pyotrun yürüşü, 22 manifest imzalaması, ardınca da Xəzər sahil vilayətlərə yürüşə başlaması. İlk dəfə olaraq aktiv şəkildə fəaliyyətinə burada başladı. 1-ci Pyotrun dövründə. Hacı Davud Qazvini Surxay xan tərəfindən Şamaxının ələ keçirilməsi, bəli, bu da 1721-ci il üsyanı zamanı idi, ikinci üsyan zamanı. 1921. Bilirsiniz ki, birincidə həbs olmuşdu, ikincidə isə yenədən həbsdən qaçaraq üsyan qaldırdı və Şamaxını ələ keçirmişdi. Carbalaçan ərazisində ilk dəfə Səfəvi dövləti əleyhinə üsyan başlaması bu 1707-də idi. Səfəvi dövləti əleyhinə üsyan. 7-11-ci illərdə. 1-ci Pyotr tərəfindən Xəzər sahili ərazilərə bəyannamə göndərməsi, yəni manifest göndərməsi, söhbət manifestdən gedirdi. O da 1722 idi. Əfqan tayfaları tərəfindən İsfahanın ələ keçirilməsi, o da 1722-ci ilə aiddir. Bizdən nə istəyir? 20-ci illərdə aid olmayan hadisəni istəyiriksə, 1707-11-ci illər Carbalaçan üsyanı. Cavab C variantı. Növbəti sualımız, xronoloji ardıcılığı müəyyən edirik. Edək. Şirvanda Hacı Davidin rəhbərliyi altı üsyan 1719-da başladı. Şah Təhmasibin hakimiyyətə gəlməsi, bilirsiniz ki, Əfqanların üsyanından sonra 1722 idi bu, 22. Şah Sultan Hüseynin ticarət müqaviləsi bağlamaq üçün nümayəndə heyətini Peterburqa göndərməsi 13-dür, müqavilənin bağlanması 17-dir. Rusiyaya səfər Peterburq müqaviləsinin imzalanması bu da 17. Elə burada qeyd elədik. Xronoloji ardıcılıq istəyirsə 13, 17, 19, 22. Yəni 3, 4, 1, 2. Varmı eləc, yoxsa biz səhv saydıq? Müqavilənin göndərməsi 13-dür. 3, 4, 1, 2. Baxaq. 13, 17. Hər halda burada variantda doğru cavab olmayacaq. Cavab olacaq şahidlər. 4, 3, 1, 2. Çap səhv olubdur. Doğru variant düşməyibdir bura. Birinci Pyotr Şirvana yürüşlər zamanı 3-cü suala baxırıq. Uyğunluğun pozulduğu variant. Ya bizdən doğru olmayan variantı istəyir. Uyğunluğun pozulduğu variant. Rusiya ilk dəfə Azərbaycan uğruna rəqabətə girmişdi. Pyotrun yürüşü zamanı, bəli, bu olmuşdu. Biraz əvvəl yuxarıda dedik, bu doğrudur. 18-ci əsrin 20-ci illərində baş vermişdi. Bu da doğrudur. 22-də başlamışdı yürüşü. Hacı Davudun Rus tacirlərinə vurduğu ziyandan bəhanə kimi istifadə edilməsi Hacı Davudun. Bəli, bundan da istifadə eləmişdi. Azərbaycan dilində bəyannamə nəşr edilməsi, bunu da eləmişdi. Şah Sultan Hüseyin hakimiyyəti dövründə baş verməsi, yox. Sultan Hüseyin hakimiyyətdən düşmüşdü, yerinə artıq Təhmasib gəlmişdi. Və cavab Y variantı idi.
Burada bununla bağlı bir ifadəni deyim. Hacı Davudun Rus tacirine vurduğu ziyanı istifadə etməsi. Hətta manifestdə deyirdi ki, mən Səfəvi şahının dostuyam deyir. Ona kömək etmək üçün gəlirəm. Üsyanı yatırtmaqda Səfəvi şahına kömək eləyəcəm. Belə bir vəd də vermişdi. 4-cü sualımız. 1123-cü ildə Rus donanması Bakı limanına daxil oldu. Ciddi müqavimət göstərməsinə baxmayaraq Bakı qarnizonu təslim oldu. Bakı alındıqdan sonra Salyan da Ruslar tərəfindən ələ keçirildi. Aha. Çar hakim dairələri Səfəvi dövlətinin elçisi İsmail bəyi şahdan icazəsiz müqavilə imzalamağa məcbur edir. Söhbət gedir hansı müqavilədən? Təbii ki, Peterburq sülhündən söhbət gedir. 1723. Peterburq müqaviləsindən söhbət gedir. Cənubi Qafqaz Səfəvi dövləti ilə Rusiya arasında bölüşdürüldü. Cənubi Qafqaz Səfəvi Rusiya arasında belə bir məsələmiz olmayıbdı. Cənubi Qafqaz Səfəvi Osmanlı arasında İstanbul müqaviləsində bölüşdürüləcəkdi. Xəzər boyu ərazilər Ruslara verilmi? Bəli. Dərbənddən Gilana qədər Xəzər sahili ərazilər Ruslara verilir. Rusiya Səfəvi şahına hərbi yardım vəd edirdimi? Bəli, düzdür, eləmişdir. Şirvan Hacı Davudun başçılığı altında yarımüstəqil xanlıq bu İstanbul müqaviləsi idi. Biraz sonra gələcək həmin şərtlərə. Səfəvi tacirlərinə Rusiyanın bütün şəhərlərində ticarət imtiyazı verilir-mi? Xeyr, belə bir məsələmiz orada yox idi. Cavab 2 ilə 3. A variantı. Müqavilələrə aid ortaq cəhəti müəyyən edək. Peterburq müqaviləsi 23, İstanbul müqaviləsi 24. Peterburq müqaviləsi imzalanmışdır deməli Səfəvi ilə Rusiya arasında. İstanbul müqaviləsi isə Osmanlı və Rusiya arasında bölüşdürülmüşdür. Səfəvi ilə Rusiya arasında ortaq cəhət deyil. Şirvan yarımüstəqil İstanbul müqaviləsinə aiddir. Xəzər sahili vilayətlərin Rusiyaya verilməsi. Baxaq, Peterburq müqaviləsində də var. Dərbənddən Gilana qədər ərazi. İstanbul müqaviləsində də var. Bu doğru cavabımızdır. Digər məsələmizə baxaq. Rusiya ilə Osmanlı arasında imzalanması bu İstanbul sülhüdür 24-cü ildə. Səfəvilərə, Əfqanlara qarşı yardım vəd edilirdi. Bu da 23-cü il Peterburq sülh müqaviləsi idi. Bu səhifə ilə bağlı sualı varsa deyin, yoxsa keçək. Keçir növbəti səhifəmizə. Baxaq, qoşulmayan. Sualı oxuyaq, sonra qələmi seçərik. Rusiya və Osmanlı dövlətlərinin Azərbaycanda həyata keçirdikləri siyasətlə bağlı uyğunluğu müəyyən edin. Deməli, bizdən istəyir ki, 20-ci illərdə həm Rusiyanın, həm də Osmanlının Azərbaycanda yeritdiyi siyasət ayrı-ayrıqda yazacaq. Rusiyaya və Osmanlıya aid ayrı-ayrıqda bunu qeyd eləyəcək. Biraz daha yaxınlaşdıraq. Azərbaycan torpaqlarının vilayətlə və sancaqlara bölünməsi bu Osmanlılara aiddir. Ərdəbilin Azərbaycan Bəylərbəyinin inzibati mərkəzinə çevrilməsi bu deməli xatırlayırsınızsa 1593-cü ildə Şah Abbas tərəfindən Azərbaycan Bəylərbəyliyi yaranarkən olmuşdu. Ərdəbil onun mərkəzinə çevrilmişdi. İstanbul müqaviləsindən sonra əlimizdə qalan ərazidə birləşdirib bu formada bir Bəylərbəyliyi qurmuşduq. Neftin satışı, daşınması haqqında reistr məsələsindən söhbət gedirsə, bu Ruslara aiddir. Komendant idarə üsulü, bu da Ruslara aiddir. İlk dəfə 1723-cü ilə Bakıda yaranmışdır komendant idarə üsulü. Divan və xarisə torpaqları dövlət torpağı altında birləşdirilmişdir. Bəli, bu da Osmanlıların hakimiyyəti altında olduğu dövrdə olmuşdur. 1CD 2AY. 1CD 2AY. Baxaq varmı? 1CD 2AY var. C variantımız. 18-20-ci illərində Osmanlıların yerli feodallara xidmət müqaviləndə verdiyi torpaqlar. 18-ci əsrin 20-ci illərində Osmanlıların yerli feodallara xidmət müqabilində, yəni şərti torpaqdan söhbət gedirsə, bəylik və ağalıq torpaqları idi şahidlər. Mülk feodallarımızın şəxsi torpaqlarıdır. Xalisə dövlət torpaqları ki, Osmanlı onu ləğv edib dövlət torpağı adlandırmışlar, xalisə divanı.
Soyurqal 15-ci əsrdə Qaraqoyunlu Ağqoyun dövlətlərinə aiddir. Məhdud şəkildə Səfəvilərdə də var soyurqal. Bayrət isə 13, daha doğrusu 14-cü əsrdə Hülakülər dövründə, Qazanxan islahatlar dövründə yaranmış torpaq mülkiyyət formamız idi. 1124-cü İstanbul sülh müqaviləsinə görə yenə də yazırıq kimlər arasındaydı? Səfəvi və daha doğrusu Səfəvi 24-cü İstanbul soruşur. Rusiya və Osmanlı arasında baş vermişdir. Bağlanmış müqavilədə 24-cü ildə. Azərbaycan 2 yerə bölünmüşdür, doğrudur. Xəzər sahibləri də ruslara verilirdi, doğrudur. Bakı sahilən Osmanlılara güzəştirildi-mi? Xeyr. Ruslara Azərbaycan ərazisində ticarət sərbəstliyi verildi, xeyr. Şirvan yarımsaya xanlıq elan olunmuşdur, bəli, biraz əvvəlki sualda demişdik bunu. Arazdan cənubda yerləşən Xəzər sahili vilayətlər Səfəvilərə qaytarıldı. Bu Kirmanşah müqaviləsi idi. Kirmanşah, diqqətli olun mövzularda. Yəni, böyük ehtimalda imtahana düşə biləcək mövzulardan biridir. Yəni, ehtimal verilir bu mövzulara. Bəzən düşə də bilir, bəzən düşməz. Müqavilə Şah II Təhmasib tərəfindən imzalanmışdır. Ümumiyyətlə, burada Səfəvilərin rolu yoxdur bu müqavilədə. Ona görə bu variantı da çıxmış olduq. 18-ci əsrin 20-ci illərin əvvəllərində, bizdən incəlik nəyə soruşur? 18-20-ci illər, 1720-ci illər, yəni əvvəlləri soruşur şahidlər. Haradasa 20-23-ə qədər olan dövrü götürəcək, istəyəcək bizdən. Yəni 20-ci, 25-26-da olan hadisəni götürməyəcəksiniz. Yerli feodallar Osmanlı dövlətinin Azərbaycanda həyata keçirdiyi tədbirlərə aid uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu müəyyən edin. Yerli feodallar tamamilə idarəçidən kənarlaşdırıldı-mı? Xeyr, idarəçidən uzaqlaşdırılmamışdı. Nəyə görə? Çünki biraz əvvəl yuxarı nə dedik? Baxın. Yox, o bir sual idi hər halda. Xidmət qarşılığında bəylikdir bu da. Bəylik və ağalıq torpaqları verildi xidmət qarşılığında. Gördünüzmü bunu? Bu ifadəni görürüksə, bəylik və ağalıq torpaqları verilirdi. Burada isə deyir ki, yerli feodal tamamilə idarəçidən uzaqlaşdırıldı. Bir-birini təkzib edir bu fikirləri, inkar edir. Ona görə cavabımız nə olacaq? A variantı. Digər variantlara baxaq mı? Baxaq. Osmanlı hakimiyyəti dəstəkləyən torpaq sahiblərinin hakimiyyət hüququna toxunulmurdu. Doğrudur bu. Bizdən səhv variantı istəyir. Xarici divan torpaqları birləşdirildi. Bunu yuxarıda demişdik. Xarici divan torpaqları. Baxın, burada Y variantına birləşdirilmişdir. Vergilərin yığılması müqayitəyə, yəni icarəyə verilirdi-mi? Bu da doğrudur. Bəylik və ağalıq şərti torpaq mülkiyyət forması meydana gəldi. Bəli, burada demişdik bəylik və ağalıq torpaqları. Növbəti sualımıza keçirik. Nadir xanım Səfəvi dövlətinə qoşun başçısı təyin edilməsi 1726-da bizə nə istəyir? Sualı oxumadıq. Daha gec baş vermişdir soruşur. Ən axırda baş verən, ən son baş verən hadisəni soruşur. Cənubi Qafqazın Rusiya və Osmanlı dövləti arasında iki hissəyə bölünməsi. Cənubi Qafqaz. Bu 1724 İstanbul müqaviləsidir. Osmanlılar Səfəvi qoşunları arasında Bağdad sülhünü imzalaması 1733. Hansı müqavilə ki, bu müqaviləni Osmanlılar təsdiq eləməmişdi. Deməli, Səfəvi şahının təsdiq etmədiyi müqavilə Peterburq sülhü idi, 23. Osmanlıların təsdiq etmədiyi müqavilə isə Bağdad müqaviləsi 33. Hələ ki 26, 24, 33 var burada. Görək o bir səhifədə də çıxacaq. Biraz kiçildir. Kür çayından cənubda yerləşən Xəzər sahili vilayətlərinin Səfəvilərə geri qaytarılması. Bu 1732-dir. Kür çayından Səfəvilər. Rəş müqaviləsinin söhbət gedir. Sonra 2-ci Təhmasib Nadir xan tərəfindən hakimiyyətdən salındı. Bu da 1732-dir. Fərq nədir? Bu yanvar ayındadır Rəş müqaviləsi. Kirmanşahla 5 gün fərqdir. Bu isə avqust ayındadır, 32-nin yayındadır. Ona görə də bizdən daha gec baş verən soruşurdusa, C variantda biraz əvvəl yazdığımız 1733 var idi, Bağdad müqaviləsi.
O tərəfdən illəri yazmışdıq, xatırladıq ki, bu variant olacaq. Edelman diaqramını tamamlayaq. Peterburq müqaviləsi şahidlə yenə də yazırıq. Bilsək də belə yazırıq ki, yadımızdan çıxmasın. 23 Səfəvi Rusiya Peterburq müqaviləsi. Bağdad müqaviləsi 1733 Səfəvi Osmanlı arasında. Əgər Səfəvi varsa birinci Səfəvini yazaq ki, əlimiz də gözümüz də ona öyrəşmiş olsun. Şah 2-ci Təhmasibin hakimiyyət dövründə. Şah 2-ci Təhmasibin hakimiyyəti 1722-dən 32-yə qədər olmuşdu. 32 deyirsə Bağdad çıxır buradan. Bir dənə qalır hara? Peterburq müqaviləsinə. Deməli, A-nı yazırıq 1-ə. Baxın, hər tərəf formasında dedim ki, izah etməyə çalışdım ki, siz də bu formada çalışın, yazın, daha yaxşı yadınızda qalar. Müqavilə mənsub olduğu dövlətin hökmdarı tərəfindən təsdiq edilməmişdir. Demişdim ki, bu hansı müqavilədir? Bir Peterburq müqaviləsidir, bir də elə Bağdad müqaviləsidir. Hər iki müqavilə təsdiqlənməmişdir. Demək ki, Peterburq, Bağdad oxşar cəhətimizdir. B variantını yazdıq burada. Rusiya Səfəvi dövlətinə əfqanlara qarşı yardım vəd eləmişdi. Bu 23 Peterburq müqaviləsində idi. Osmanlı dövləti son 10 ildə işğal etdiyi torpaqları, bu da Bağdad müqaviləsində idi. 1733-də yazmışdıq yuxarı. Şirvan ərazisində Osmanlı qoşunu daxil olmamalı idi. Bu isə 1724 İstanbul müqaviləsidir. İstanbul müqaviləsi burada yoxdur variantlarda. Bu C-ni yeni çıxırıq. 1AC, 2D. 1AC, bu getdi, bu getdi. AC, 2D, 3B. Bəli, cavabımız qaldı Y variantı. 18-ci əsrin 20-ci illərində Azərbaycanda Osmanlı idarəçilinə aid uyğunluq pozulmuşdur, deyir. Yəni, bizə lazımdır səhv variant. Bunu yazmayanda bəzən qarışdırırıq. Səhv variantı istəyir bizdən şahidlər. Mahal və nahiyələr yalnız, baxın, yenə də yalnız yazıbdır. İndi biraz sonra açıq suallarda da var. Bu da görürsünüz, bu neçənin sonra 14-cü sualda. Yalnız 1, yalnız 3, yalnız 1, 4. Bu tip variantlar varsa cavablarda ona xüsusi diqqət edirik. Və şərtdə də belə bir şey varsa, yenə də diqqətli olmağımız lazımdır. Mahal nahiyə yalnız Osmanlı və ali məmurlar tərəfindən idarə olunur? Yox. Yerli məmurlar da vardı. Hətta onlara bəylik və ağalıq torpaqları da verilirdi, şərti torpaq. Pozulmuşdur. Elə səhv budur. A-nı çıxdıq, götürüldü variant olaraq. Vilayətlərə hakim Osmanlı sərkərdinə aid idi. Bəli, böyük vilayətlərdə Osmanlılar idi. Ondan daha kiçik Mahal nahiyədə də Azərbaycanlılar idi. Şəhər torpaq bəylik ağalıq demişdik, doğrudur. Vergilərin toplaması müqayisə iltisamı verilirdi. Bu da doğrudur. Qadınlar, uşaqlar, qocalar vergidən azad olunmuşdu. Doğru variantımızdır. Səfəvi dövlətinin paytaxtlarına uyğun gələn variantları istəyir bizdən şagirdlər. Burada eyni anda bir neçə məsələni gözdən keçirməyimiz lazımdır. Xatırlayırsa, keçənki qəbul imtahanında da bu tip suallar salınmışdı. Təbriz şahidlər, bunu biraz daha yaxşı izah edə bilmək üçün belə bir şey yazaq. Təbriz neçənci illərdə paytaxt olmuşdu? Deməli, Səfəvi dövləti yaranında 1501-dən 55-ə qədər paytaxt olmuşdu. Qəzvin 1555 Amasya müqaviləsindən sonra eyni zamanda Augsburg sazişi ilə eyni ildə idi Avropada. 55-dən 1598-ə qədər davam eləmişdi paytaxt İspaniya köçürülməsi. 1598 və 1736 bu vaxta qədər. İndi ümid edirəm ki, görünə bilir buradan. Səfəvi Osmanlı müharibəsi ikinci mərhələsi başa çatdı 1590 İstanbul müqaviləsi. Bu 55-ə qədərdir, bu 98-ə qədər. Deməli, A-nı yazdıq bura. Tamğa vergisinin ləğv olunması 1565 Şah Təhmasib tərəfindən ləğv edilmişdi. 65, 55, 98. B-ni də yazdıq bura. Amasya müqaviləsinin imzalanması birinci mərhələyə düşəcək 55-də.
C buradadır. Abbas tərəfindən, 1-ci Abbas tərəfindən Çukurşad bəylər vilayətində Səfəvi hakimiyyətinin bərpa edilməsi, bu da düşəcək müharibə dövründə. Yəni D variantı, indi bununla bağlı bir ifadə deyəcəm sizə, məsələ deyəcəm. Əlqas Mirzənin Şirvanda qiyam qaldırması 1547-də, daha sonra 48-də Sultan Süleymanın 3-cü yürüyüşünü təşviq eləmişdi. Bu da düşür bu hissəyə, yəni birinci hissəyə. 1C-Y, 2A, B, 3D. 1C-Y, C, 2A, B, 3D. Cavabımız C variantı. Şöyle bu Çukurşadla bağlı məsələmiz nədir? Səfəvi dövləti 1501-də yaranarkən Səfəvi dövləti 2 bəylər bəyliyi var. 1 Təbrizdir, Təbriz. 2 Qarabağ bəylər bəyliyi var. Səfəvi dövləti. Söhbət gedir 1501-də yaranarkən. Niyə o birlər olmaz? Çünki 1538-də Şirvan şahları ləğv edildi. Yerində isə Şirvan bəylər bəyliyi yarandı. Bir də 17-ci əsrin əvvəlində, 17-ci əsrdə Şah Abbasın dövründə Çukurşad bəylər bəyliyi yaranacaqdı. Çukurşad bəylər bəyliyi. Aydın oldu mu? Bu formada 4 dənə bəylər bəyliyimiz. Yəni 4-cüsü budur. 17-ci əsrdə yaranacaqdır. Mətni oxuyuruq. Yaxınlaşdıraq oxuyuruq. Kirmanşah sülhünün imzalandığı ərəfədə. Ərəfə. Şöyle, ərəfə istəyir bizdən. Ərəfə demişdik, xatırlayırsınızsa, ərəfə əvvəl deməkdir. Bunu bəzən həmin zaman götürür, imtahan ərəfəsi, nə bilim, müharibə ərəfəsi həmin dövr olaraq götürür şagirdlərimiz və səhv yazırlar sualı. Kirmanşah imzaladığı ərəfədə Rusiya ilə Səfəvi dövləti arasında Osmanlı İmperiyasına qarşı birgə ittifaq yaradılması haqqında danışıqlar gedirdi. Bu danışıqların nəticəsi olaraq Nadir xanla Rusiya arasında 1732-də Rəşt müqaviləsi imzalandı. Sonra ikinci mətn. Nadir xan Azərbaycanın cənubunda Osmanlıların təmizlədikdən sonra Osmanlı təmizlədikdən sonra 1734-cü ildə Şamaxı və Gəncəni azad etdi. Aha. Rusiyadan Azərbaycan torpağını tərk etməsini tələb elədi. Nəticədə 35-ci Rusiya Azərbaycan ərazilərini tamamilə tərk etməsi haqqında müqavilə imzaladı. Bu da Gəncə müqaviləmizdir, 35. Rəşt müqaviləsi 32, Gəncə 35. Hər ikisində Ruslar Azərbaycan əyalətlərini hissə-hissə nə etmişdilər? Tərk eləmişdilər. Baxaq. Xəzər ərazilərinin Səfəvilərə geri qaytarılması. Bəli, Xəzər sahilində müəyyən qədər əraziləri nə etmişdilər? Geri qaytarmışdılar. Osmanlı qoşunları Rusiyanın tərk etdiyi torpaqlara buraxılmaması. Aha, bu aiddir Rəşt müqaviləsinə 1732-də. Nəyə görə? Çünki Ruslar Osmanlıların Xəzər sahilinə çıxmasını və Xəzər dənizində möhkəmləməsi istəmirdilər. Buna görə bu məsələni xüsusi olaraq Rəşt müqaviləsinə əlavə etdilər ki, biz Kürdənin cənubdakı torpaqları qaytarırıq geri. Olsun ki, Osmanlılar da bura girməsinə razılıq verdilər. Rus tacirləri Səfəvi ərazisində ticarət imtiyazlarının verilməsi doğrudur. Rəşt müqaviləsində də var, Gəncədə də var. Ondan daha əvvəl imzalanmış 1667 Şah Süleyman dövründə imzalamış ticarət müqaviləsi, hətta 1717-ci ildə Peterburqda da imzalamış müqavilə də var. Araz çayı sərhəddə çevrilmişdir. Bu Kirmanşah müqaviləsi idi. Osmanlı dövlətinə qarşı ittifaqın yaradılması nəzərdə tutulurdu. Belə bir şərtimiz yoxdur. Cavabımız 1-lə 3. C variantı. Rəşt müqaviləsinin şərtlərinə aid deyil, şərtlər. Sualımız budur. Aid deyil. Rəşt müqaviləsi 1732 Səfəvi və Rusiya arasında imzalanmışdır.
Rusiya Dərbənddən cənubdakı Xəzər sahili vilayətləri Səfəvilərə geri qaytardı. Şahidlər, Dərbənddən deyildi. Bu, Kürdən cənubdakı vilayətlər idi. Kürdən cənub. Bu ərazilər istəyirdi. Deməli, burada nədir? A variantı yanlış cavabdır. O birlərə baxaq. Rusiya Səfəvi dövlətləri arasında imzalanmışdır. Rəşq müqaviləsi yazmış olsun. Rusiya Səfəvi. Səfəvi dövləti ilə Rusiya əbədi dostluq olacağını söz verirdi. Rus tacirləri Azərbaycan ərazisindən Hindistana keçib gedə bilərdilər. Doğrudur. Rusiya ərazisində Səfəvi tacirlərinə gömrüksüz ticarət etməyə icazə verilir-mi? Doğrudur. Qarşılıqlı olaraq bir-birinə o icazə hüququnu vermişdir. Gömrüksüz ticarət hüququnu vermişdir. 16-cı sual. Rus qoşunları bu müqaviləsini Azərbaycanı tamamilə tərk edib söhbət Gəncə müqaviləsindən gedir 1735-ci ildə. 35. Bunların illərini bayaqdan yazmışıq, təkrar demirəm. 17-ci sualımız. Rəşq müqaviləsi və Kirmanşah. Rəşq müqaviləsi 32. 32 Səfəvi ilə Rusiya arasında, Kirmanşah da 32 Səfəvi ilə Osmanlı dövləti arasında imzalanmışdır. Aha, Rəşq müqaviləsinə baxırıq. Rusiyanın əfqanlara qarşı Səfəvilərə yardım etməsi bu Peterburq sülhü idi. 23-də. Kürdən cənubdakı ərazilərin Səfəvilərə qaytarılması. Kürdən cənub Rəşq müqaviləsində var. Dərbənddən Gəncə qədər Ruslara verilməsi, bu da yenə Peterburq sülhüdür. Kirmanşah müqaviləsi 32 Səfəvi Osmanlı arasında. Məsələmiz nə idi? Araz çayı sərhəddə olmuşdu. Rusiya ilə Osmanlı dövləti arasında imzalanmışdı. Rus-Osmanlı. Xeyr, Səfəvi Osmanlı idi. Araz çayı Osmanlı arasında sərhəddə olmuşdu. Bəli, Osmanlı Səfəvi arasında. Arazdan Şimal Osmanlı dövlətindən qalmışdımı? Bəli, doğrudur. 1B, 2B, C. 1B, 2B, C. Aha, cavabımız Y variantı. On səkkiz. Eyler-Venn diaqramı əsasən qeyd edilən hökmdarların hakimiyyət dövrünə uyğunluğunu müəyyən edək. 3 hökmdarımız var. Şah Sultan Hüseyn, 2-ci Təhmasib və 3-cü Abbas. Rusiya tacirlərinin ticarət hüququnun verilməsi. Demişdik ki, bu var 1700, daha doğrusu baştan başlayayım. 1667, 1717, 1732, 1735. Baxaq. Şah Sultan Hüseynə düşən varmı? 1717-də. Bu 1. İkinci Təhmasibə düşən varmı? Rəşq müqaviləsi onun dövründə. Bu 2. Üçüncü Abbas'a düşən varmı? Üçüncü Abbas 32-dən 36-ya qədərdir. Bəli, bu da düşür bura. 3. Deməli, 3-ünə də düşən var. Düzdürmü? A-nı götürdük burada ortaq. Vergi islahatının keçirilməsi, Şah Sultan Hüseyn vergilərin artırılması, əhali əmlakı siyahıya alması, vergilər artırıldı. 1699-1702-ci ildə. B variantı bunu atırıq burada. Bağdad döyüşündə Osmanlı qüvvələrinin məğlub edilməsi. Bağdad döyüş şahiddə 1733. Orada bilirsiniz, hökmdar, rəsmi hökmdar 3-cü Abbas. Ona görə də C-ni yazırıq 3-ə. 3-cü Abbasın adına bağlıdır. 1718-ci 20-ci illərində hakimiyyətə gəlməsi. Şah Sultan Hüseyn 22-də getdi. Getdi hakimiyyətdən. Şah Abbas 32-də gəldi. Şah Təhmasib 20-ci illərdə gəldi. 22-də. Cavab bu. 22-də hakimiyyətə gələn Şah Təhmasib.
Araz çayının cənubdakı ərazilərdə Səfəvi hakimiyyətin bərpa edilməsi. Araz çayının cənubdakı ərazilərdə. Yəni Arazdan cənub torpaqlar Səfəvilərə qaytarıldı. Bu Kirmanşah sülhüdür. Kirmanşah. Kirmanşah da aiddir Şah Təhmasibə. 1 B 2 D Y. 1 B 2 D Y. 3 C 4 A. Bəli. Gəncə və Rəşt müqavilənin oxşar cəhətləri. Gəncə müqaviləsi 1735. Gəncə. Səfəvilərlə ruslar arasında. Rəşt müqaviləsi 1732. Yenə də Səfəvilərlə ruslar arasında baş vermişdi. Və şərt nə idi? Hər ikisində Rəştdə də Gəncədə Ruslar Azərbaycan torpaqlarından çıxmışdılar. Bir hissəsində Rəştdə, tamamında Gəncə müqaviləsi. İşğal Səfəvi torpaqların Ruslar tərəfindən geri qaytarılması ilə oxşar cəhət istəyirsə bizdən bəli. Bir dəqiqə, üzr üstə. Oxşar cəhətlərdən deyil. Axıra qədər oxumamışıq. Niyə siz də demirsiniz orada? Oxşar cəhətlərdən deyil. İşğal olmuş Səfəvi torpaqları Ruslar tərəfindən geri qaytarıldı mı? Bu doğrudur. Oxşar cəhət olmayan soruşurda. Bu oxşardır. Bu çıxdı. 30-cu illərdə dedimi? 35-32, bəli. Rusiya Səfəvi arasında Səfəvi Rusiya. Bəli. Bu da çıxdı. Rus tacirinin ticarət imtiyazları verilməsi, Rəştdə və Gəncədə hər ikisində var ticarət. Düzdür. Bu da var. 2-ci Təhmasibin hakimiyyət dövründə burada dayandıq. Rəşt müqaviləsi Təhmasibə aiddir, amma Gəncə 3-cü Abbasa aiddir. Burada yuxarıda yazmışdıq 3-cü Abbas Gəncə müqaviləsi. Cavabımız olur Y variantı. Bəli. Hər dəfə diqqətlə oxuyun deyirəm, özüm oxumadım. 20-ci sualda 18-in 30-cu illərini imzalamış müqavilələrə aid deyil. Yenə də aid deyil. Diqqətli oluruq burada. Gəncə 35, Rəşt 32, Peterburq 23 ilə cavabımız bu oldu. Bağdad 33, Kirmanşah 32. B variantı. 21. Rəşt müqaviləsinə görə əsasən Səfəvi dövlətindən qaytarılmış ərazilər. Deməli, şahidlər, sizə elə bu xəritə üzərində bir şey deyim. Fürsət bu, fürsət. Deməli, birinci 1723 Peterburq sülhünü deyirəm. Peterburqda nə demişdik? Dərbənddən Gilana qədər Xəzər sahili ərazilər. Təxminən belə bir formada başlayırsınız. Dərbənddən Gilana qədər aşağı davam edirsiniz. Xəzər sahili ərazilər belə davam edəcək. Yəni, bu gördüyümüz ərazilər və bu formada işarətimiz ərazilər veriləcəkdir kimə? Ruslara veriləcəkdir. Bu Peterburq müqaviləsidir. Sonra İstanbul müqaviləsi 20.1724 İstanbul. Yenə də şahidlər, bu ərazilər, biraz tələsi yolu çobud çəksə bilərəm. Bu ərazilər qalır Rusların tərkibində. Geri qalan Azərbaycan torpaqlarının böyük bir hissəsi isə Osmanlı hakimiyyətinə. Buradan bir dənə Ərdəbil istisna idi orada, xatırlayırsa. Deməli, Osmanlı işğalına aid olmayan Ərdəbilə gəlib tutacaqlar. Burada deməli 1, burada Marağa şəhəri idi, 2 Təbriz idi, 3 də burada olsa Ərdəbil şəhəri olacaq. Osmanlı gəlib həmin şəhərdə tutmuşdular. Yəni Peterburqdan nə dedim sizə? Peterburqdan İstanbul müqaviləsində. Rəşt müqaviləsində onu da deyək. Rəşt müqaviləsində deyirik ki, Kürdən cənubdakı Xəzər sahili vilayətlər. Bax, Kür çayını tapdıq, bəli. Kürdən cənubdakı Xəzər sahili vilayətlər. Artıq bu işarələrini göstərməklə burada deməli bir rəqəm burada var, bir rəqəm də burada var. Bu ərazilərimiz söhbət Rəşt müqaviləsindən gedirsə, Rəşt müqaviləsi 32-də, 1732-də. Deməli, bu iki rəqəmimiz verildi. Hansılardır bunlar? 1 getdi, 2 getdi, 5 getdi, 3 ilə 4. Bəli. 3, 4 rəqəmləri Səfəvi dövlətinə geri qaytarılacaq şərtində buna göstərdim. Xəritə ilə bağlı kimin nə sualı varsa mütləq desin. Rusiya ilə Səfəvi dövləti arasında imzalanan Peterburq sülhü.
Aha. Yoxsa Peterburq demir. İmzalamış müqavilələr. Hə. Ruslarla Səfəvilər arasında imzalamış müqavilə istəyir bizdən. Peterburq 23. Rusiya Səfəvi. Bunu aldıq. Kirmanşah 32. Kirmanşah. Kim idi? Səfəvi Osmanlı. Bunu çıxırsan. Bağdad 33. Səfəvi Osmanlı bizdən Rusiya Səfəvi istəyir. Bunu çıxırsan. Gəncə 35. Səfəvilərlə Rusiya arasında bunu da götürdük. Rəşt 32. Rəşt müqaviləsi 32. Səfəvi Rusiya arasında bizdən Rusiya Səfəvi arasında istəyirdi. Bəli, bunu da götürdük. 1, 4, 5. 18-ci əsrin 20-ci illərinə aiddir. 1720-ci illər. İnanırsınızsa bunu hələ bilməyənlər var ki, 20-ci illər deyərkən nəyi nəzərdə tuturlar? Bugün bir nəfər sual soruşdur məndən. Şirvanın Osmanlı himayəsi altında yarımüstəqil xanlıq elan edilməsi. Bu 24 İstanbul sülhüdür. Bu doğrudur. 20-ci illərə aidsə doğrudur. Nadir xan tərəfindən Şamaxı əhalisinin Ağsuya köçürülməsi. Buradakı 34 Ağsu şəhərin əsasının qoyulması, Ağsunun əsası qoyulması, bəli. Bizdən 20-ci illər soruşurdu, 34-dür. Bunu çıxırsan. Bakıda komendant idarəçisinin yaranması 23 Bakının işğalından sonradır Ruslar tərəfindən. 20-ci illər soruşur, doğrudur. Araz çayının Osmanlı Səfəvi arasında sərhəd xəttə çevrilməsi isə, əzizlərim, bu da deməli Kirmanşah müqaviləsidir. 32-də Kirmanşah sülh müqaviləsi bizdən 20-ci illər soruşurdu. Cavabımız oldu 1 və 3. Okey. Dördüncü sualımız, yəni 24. Doğru fikirləri istəyir bizdən. Üç Məclisin döyüşündə məğlubiyyətdən sonra Osmanlı qoşunları Azərbaycanı tərk elədi. 35-də. Bilirsiniz ki, şəhərdə Azərbaycanı tərk edərkən, deməli, Rusiya 35 Gəncə müqaviləsini tərk edib gedir. Osmanlılar isə müqavilə deyil. 35-də məğlub olaraq gedir. İrəvan yaxınında məğlub oldular, çıxdılar, getdilər. Doğru fikirlə. 3 Məclisindən sonra Osmanlı məğlub oldu, Azərbaycanı tərk edib, bu doğrudur. Gəncə müqaviləsinə əsasən 35-də Rus tacirlərinə Azərbaycan ticarət imtiyazları verilmişdi. Gəncə müqaviləsində. Bu da doğrudur. Baxaq, çünki Rəş və Gəncə oxşar cəhətdir. Bu da doğrudur. Rəş müqaviləsi Amma biz demişdik ki, Rəş müqaviləsi 32-də Səfəvilərlə Ruslar arasında. Osmanlı yoxdur orada. Çıxırıq. Peterburq müqaviləsinə əsasən Şirvan yarımüstəqil xanlıq elan olmuşdu. O Peterburq müqaviləsi deyildi. 24 İstanbul sülh müqaviləsi idi. Bu variantda çıxırıq. Və son olaraq 2-ci Təhmasibin hakimiyyət dövründə baş verən hadisəni istəyir bizdən. İkinci Təhmasib 1722-dən 1732-yə qədər hakimiyyətdə qalıbdır. Ruslar tamamilə Azərbaycanı tərk etdilər 35 Gəncə müqaviləsi. Bu 32-yə qədər hakimiyyətdə qalıb düşmür. Osmanlıların 3 Məclisin döyüşündə məğlub edilməsi 3 Məclisin. Bu da 35-dir. 35-dir. Amma bizdən 32-yə qədər istəyir şagirdlər. Rusiya ilə Osmanlı arasında Nabur müqaviləsi imzalanması. Baxaq, Nabur 27-ci ildə Nabur sərhəd dəyişikliyi var idi. 22-32-yə düşürmü? Düşür. Kürçay ilə cənubdakı Xəzər sahil vilayətlər Səfəvilər geri qaytarıldı. Kürdən cənubdakı. Bu da 32 Rəşt müqaviləsi idi. 32 Rəşt müqaviləsi idi. Düşürmü ora? Düşür. İkinci Təhmasib dövründə düşür. Bəli. Cavabımız oldu 3-dən 4. Şagirdlər 25 sual. Suallarla bağlı, sınavla bağlı sözü olan varsa buyursun. Yoxdursa o zaman
Onu dayandırın.